Salam dostlar, mən Relax. Salam dostlar, mən də Dragon. Bu bizim ilk videomuzdur. İndi Duomen Squad eləyəcəyik. İnşallah yaxşı keçər bu oyun. Görəv yoxdur. Gələcək videoların davamı Bu arada dostlar, bir dəqiqə deyəndə. Gələcək videoların davamı üçün like atın və abone olun. Nəysə, düşək bura. Ondan sonra gedər şeyə. Yıldızlı saraya. Hər düşdüm özüm də bilmirəm. Siz AKM-ni götürün. Bu arada dostlar, videonu beğensəz. Bizim bir cavabımız var. Bəli, düz deyir. Və istedik. Kilimi çaldı. Klana girmək istəyənlər. Bu arada düz deyir. Klana girmək istəyənlər yorumlara yazsın. Bilirəm bu ilk videomdur. Çox izlənməz, amma yenə də girmək istəyənlər yazar mənə yorumlarda. Bu arada dostlar, 50 abonəmdə ya da hər 10 artanda çəkiliş olacaq. İndi 10 abunə olduğum vaxt takipçilərimdən arasından bir dənə adamı seçib ona rip atacağım. Bəli. Və o adamı təklif edəcəm. Əgər videoma ən çox yəni bütün videolarımı o izləsə, ona rip atacağım. Neysə, buranı tez təmizləyək biz. Şimdi də çəkdi. Qəşəng. Oranı təmizləsən Dragon. Ortanı açaq, sonra düşək. Bir dənə də maç atmışdıq. Keçən dəfəki maçda. Çox qəşəng oldu. Bir dənə də klandan bir dənə uşaq var idi, onu atırdıq. Adı Nihad idi. Onun YouTube kanalını açıqlamaya qoyaram. Abunə olarsınız ona da. Yəni plaşetli bilənlər bilir. Plaşet. Yəni 4 abunəsi var. Tanıya bilərsiniz məncə. Dostlar, məni tanıdınız. Sən hardan tanısınlar? Bu Dragon'un əvvəl YouTube kanalı var idi. Onun hesabını çaldılar. Ona görə də təzə hesabla geri qayıtdım. Əslində əvvəlki hesabı çox qəşəng idi. Prosta nə bilim hesabına form atdılar, 30 ucu atdılar hesabına. Sonra hesabı çəkdilər. Amma yenə də bu hesabla davam edəcək. Ona da rip atacağam. Mən YouTube kanalı açmadan əvvəl bir şey düşünürdüm. Deyirdilər ki, kimsə oyuna pul vurmayıbsa, onun izlənməsi də olmayacaq. Amma mən sizlərə güvənirəm, siz əsas pula yox, oynayışa baxırsınız. Kaydı dayandıra bilmərəm, çünki kaydı dayandırsam, yenidən açsam birləşdirə bilməyəcəm bu kayıtları. Mənim ağıllı dostum. Dragon. Mən birləşdirərəm. Yox da lazım deyil. Sözün varsa mikrofonu bağlayayım, elədir. Varsa denən. Yaxşı, bağla. Ay bilirəm, o temanı nəysə. Ona görə videonu dayandırdırdın sən. Nəysə, ortana açaq. 2 nəfər var. Bir dənə bizə pusuza da atarlar. Çox pis olar. Bir də MC çıxsa mən daha. Bütün maç biz bunu deyirik. Bütün maç biz bunu deyirik. Onsuz da pedofil çıxmaq garantidir. Bir də ki dostlar, bu Dragon hesabı çalındı axı. Bəlkə deyirəm buna bir dənə yaxşılıq eləyək. 50 abunədə buna rip. Dostlar 50 abunə eləsəniz olar, rip atacaq mənə. Əgər baxın 100 abunə olsaq, həm takipçilərindən bir nəfər seçəcəm, həm də Zeroya, yəni Dragona
Draqona da və sizlərə də bir dənə adam seçəcəm, bir dənə draqon. Sizlərə də maskara sandığı açmaq. Həm abunələrdən bir adama, həm də draqon açacağam. Fisyon. Sözüm sözdür. O sırada draqon. Nəysə. Bunlar kimdir? Gəl mənlə gəl. Sən oradan get, mən də buradan gedirəm. Ehtiyatlı ola, ölmə. Qayıtdasan? Dayan, biri getdi. Gəl, kömək. Bitir bunu. Bir də ki, dostlar, əgər 200 ya da 150 abunə olsam, hesab çəkiliş eləyəcəm. O sadəcə sizin abunə olmağınıza və like atmağınıza baxır. Bəlkə 500... Yəni dostlar, şimdi belki buraya etməliyim. Yəni, kim istəsə atar da. Bir də dostlar, indi biz editor axtarırıq. Hələlik editorumuz Dragondur. Həm də mənlə Dragon editləyəcəm, amma qəşəng editor axtarırıq. Maaş verəcəyik, yəni pul. Sonra rip açacağıq hər sezon. Yəni hər sezon rip açacağıq dendi, yəni 360 vuracağıq. O saxlamaq istəyər, saxlayar. İndi 2 sezondan bir ona rip açacağıq. Məsələn, bir sezon rip açdıq. Ripini açandan sonra UC-sini xərcləsə, bir sezondan sonra təzədən açacağıq ona ripi. Şərtlər budur. Videonu qəşəng eləsin, editləsin. Qalanı da özüm ona deyərəm. Kim editor... Yəni dostlar, necə deyim? Məsələn, biz yaxşı vuruşlar eləmişdik. Yəni, onu birləşdirsin, çox vuruşlar. Məsələn, mənim TDM-də qəşəng vuruşlarım var. Həm də Torosla adamlar gəlirdi, karbon atırdım. Attım da, yəni. O vuruşlar... Dostlar, mən də M24-lə 2 nəfər vaydım atırla. M24-lə ikisinə də vurdum 8-lə. Yəni, kim qəşəng editordursa mənə yazsın, Pochinkiyə düşək. Kim qəşəng editordursa mənə yazsın, ona həm maaş verəcək, həm də şərtləri deyəcəyik. Şəxsdə Instagramınızı yazarsınız. Instagram ya da TikTok, saat, hər şey olar. Bir də ki, indi deyəsiz, yaxşı, qəşəng editoram, mən nə bilim, editləyərəm zat. Maaş nə qədər verəsiz, onu da şeydə deyəcəyik. Şəxsi. TikTok və ya Instagram fərq etməz. Hə. Əgər ilk videomuz qəşəng tutsa, gələn videoda canlı açmaq istəyirdim, 50 takipçim yoxdur. Üzüldüm. Nəysə, 50 takipçi eləyərsiniz, sizə güvənirəm. Gələcək videoda çəkərik. Nə bilim də, nəsə çəkərik, gameplay ya da TDM zad belə. Dostlar, yorumları hansı silahla oynayacağınızı yazın. Məsələn, M24-dən sadəcə M24-dən bir hava deyəcəksiniz. Bizə görevlər verərsiniz, eləyərik görevləri, yəni. Amma like atmayan görevini eləmir ya. Like önəmlidir. Bu nə deyil? Dostlar, oyunu sevdi oynayırsınız. Bu arada. Bir də ki, söz deyəcəm, indi dedim, hər 10 takipçidən bir UC çəkilişi olacaq. İndi 10 takipçi olsam, 60 UC çəkilişi olacaq. 10 nəfərdən birindən. 20 takipçi olsam, 120. 30 olanda 180, belə artır. 60 UC artır. 50 abonədə 50 abonədə 385 UC çəkiliş var.
Buyur, sözüdür. Dostlar, indi mən belə elimdə funksiyalı edirəm, hesatıram. Dostlar, elə bir editor lazımdır ki, məsələn, mənim bu vurduğum vuruşları editləsin. Hə. Doğru. Bir də ki, bu təzə haqqımlar zadlar çıxır da. Bir dənə mahnı var, Ninano, nə bilim nə. O mahnı ilə vuruşlarımızı editləsin. Hadi. Neyse. Can basaq. Dostlar, bu arada VS atmaq istəyənlər ID-lərini yazsın. 2 vs 2 atarıq. 2 vs 2, 1 vs 1, 3 vs 3, 4 vs 4 fərq eləmir. Cəmimin başdı. Bu nə deyir? Bir dənə deyən da. Botun gücünə bax sən. Bağışda kilivi saldım, sərkili salarım. Awesome. Thanks. Olmaz. Dostlar, belə bot olur sizdə. Gerçək adam idi, yoxsa botuydu? Bot idi. Botların bir dəqiqə deyən. Botların növsüzləri. Elə bir DBS-in gücünü alıb botlara veriblər. Bəli dostlar. Görkə pula gerək. Bir dənə taktik öyrədəcəm. Bu sayəsində moda gedək. O tərəfdəki mod var. Dostlar, bu arada 10 abunə olsaq, 10 abunə və ya 5 abunə olsaq, sizə Görkə pulda bir dənə taktik var, onu göstərəcəm. Vapşim abunəyə də gərək yoxdur. İstəsəz taktikalarda atarıq sizə. Bizdə nə qədər məsələn, rank kasma taktikası var məndə, çox qəşəngdir. Deyim də harda olur? Hardaydı? Ayda adı yadımdan çıxdı. Ronis'də olur. Dostlar, sizə göstərim ya da Görkə pulda necə eləyirlər. İndi alan işidir. İkinci maçda göstərərəm. Bu 2 maç atacağıq. 2 maç atdıqdan sonra bağlayırıq kaydı. Yəni sənin sürdüyün var. Prosto nə? Prosto maşını aşırtmaq xoşlayırsan, eləsə. Dostlar, yalan tapa bilmədim. Bəhanə loading yüklənir. Mən də adam axtarıram. Oy, 4x-la o birisi maçda bir dənə sprey atmışdım, amma o birisi maçı kayda almamışdım. Gələn pişmanlıq. Aha. Neçə nəfərdilər? Ay səndən. Vurmay. Ay buradadır. Ay bля, getmə qaldır. Your teammates can still recall. Sürey. Getməyə qaldır ha. Poçinki də getməyə qaldır. Maşını götürəcək. Bir dənə Ninano elə, bir dənə qəşəng vurur. Eləmirsən. Get Poçinki bu. Ya da çubuqda qaldır. Xəritədə işarətlədim. Orada qaldır. Xəritəyə bax. Bildim. Götürün. Sən girib qaldıracam oradan. Ondan sonra gedəcəm raşlayacam. Mən gedəcəm oda intikamımı alacam. Pusur orada eləcə gözləyir bizi ki çıxın. Dostlar, bu arada çok ciddi oynuyor. Onun şeyini vurdum da mən. O modda bizi bombalayırdı, zad eləyirdi. Mən də getdim onu MJ ilə vurdum. İnşallah MJ-ni götürüb aradan zırmaz. I'm recalling a teammate. Bu arada dostlar, yorumlarda ən sevdiyiniz silahı yazsaz sevinərəm. Mənimki MJ deməyimdən bilərsiniz ki, MJ-də ən sevdiyim silah. Dostlarım da mənim kimi bilirsiniz. Relax desin. Təbii ki də P90. Bütün maç başımızın ətinin yeri ki P90 mənimdir, P90 mənimdir. Elə bir P90 bunun seryozudur, xəbərimiz yoxdur. Dostlar, MJ de olsun yokdur. MJ'ye söz eləyən
Söz eləyəni PUBG-dən silərəm. MG. P90 yoxsa MG desələr, MG deyər. Bir də söz deyirəm, PUBG-ni silənə qədər oynayacağınız silah olsaydı, hansı silahla oynayardınız? Yes, dostum əldəyimdi. Onu yumruqlaya bilsəniz yumruqla. Hə, nəysə, belə bitirdim, heç olmaz. Göşə. Yer qaldı. İnsanlar götür. Dostlar, belə gameplay videolarının gəlməyini çox istəyirsinizsə, like atın. Onsuz da siz like atanda biz biləcəyik ki, Çox istəyirsiz gameplay edəcək. onu bir dənə bitirici bomba atım. Dostlar, bu arada istəyirsinizsə, sizə çox yaxşı bir hassasiyyət verə bilərəm. Öz hassasiyyətim deyil, amma zor bir hassasiyyət. Desəz mən verərəm. Yəni, desəz ki, indi səndə sprey nədir? Hassasiyyət nə gəzir? Sprey videoları ataram da sizə baxarsınız. Bayaq bir dənə WoW girdik. 3 vs 3 sayro. Oyda bir dənə 400 sprey atdım. Qaqaşlar quyutda deyə axırda. Biz 3 nəfər idik. Qaqaşlar 3 nəfər idi. Bayaqdan özün sıran haradadır? Hə, oradan. Dostlar, bir də ki, ekran görüntüsü saat hamısını yazarsınız, nətərdir. Ay, onun konumunu deyil, gedim bitirim onu. Onun konumunu deyil. İşarətdə. Watch out! Oradadır. Watch out! Marked a vehicle. Ne olur be? Oy, ən sevdiyim silahlardan biri. Awesome. AMV Hardan bildin? nə verə bilərsən AMV? M24 var. Allah haqqı verənlərəm. Özüm bilsən ən sevdiyim silahlardan biridir. Altın alsan götürdüm mən. Nə deyil? Altın alsan istəyirsən, okey. Götürdü altın alsanı. Attım yerdədir. Qaqaşda şey bu. Səsi vaxtı da sən. Min bu saat öləcəyik. I got supplies. I got supplies. Bu saat işimizə də karbon atacaqlar, gedəcəyik. Sür alanın içinə. Havaya getdik. Dostlar, yaxşı bir istəyirsiniz eləyim. Dostlar, mənə zəng gəldi. Kaydı bağladım, amma oyunda 15 nəfər qaldı. Ən axırıncı mən kaydı bağlayanda neçə nəfər qalmışdı? Görək nə çıxdı. Of, MG. Min. Tez min. Ben da dışarı çiğne alın. O, pulum var ha. Pul bak arkadaş. Buradasın. Atırsan at. Bir tane daha alabilirim. 200 manatım var. 202 manatım var ve 102 manatım oldu. Zibil, adamı istedim vuruş deneyimi. Yerdə yatıb ha, yerdə yatıb. Yerdə yatıb mənim öldüyüm yerdə. 2 nəfərdilər. Şeylə vurmaq istədim. Relax. Hazan. Sen bak da mənə, bak da. Hə, baxıram, Göstərirəm. olsa kaydı açıqdır. Baxıram, sənin oynayışıva da baxaq. Dostlar, mənim oynayışım yaxşı. Dostlar, öyle de Mən bilir. bir dəqiqə deyəm, mənim oynayışım yaxşı deyil. İstədim adama yerdə yatanı
şey AVM ilə qəşəng vuruş eləyim. Bəlkə edit zad eləyərsiniz. Body idi. Nəysə. Bir dənə də gameplay videosu olacaq Dostlar, aslında. həmişə burada. Dragon, ay Dragon, indi mən kaydı bağlayıb atdım. Şey sən birləşdirərsən də, sənə atacağam kayıtları. Mən hər şeyi birləşdirə bilirəm də, narahat olma, istəyirsən. Mən əslində əvvəlləri YouTube videolar çəkirdim dostlar. Türk dilində, yəni nə bilim, mən bir dənə kanalım var idi. Azərbaycanlılar dəstək zad vermədi. Dedim türklər verər bəlkə. Türklər də vermədi, daha bağladım. İndi sizdən göstərirəm, yəni Azərbaycanlılardan. Dostlar, mən türklərdən dəstək gözləmişdim, amma çox da dəstək vermədilər. Yəni 200-300 abunə ola bilməmişdim türklərdən dəstək verəndə. 200 neçədə qaldı. Biz indi 63 abunəm var deyəsən özcə kanalımda. Dostlar, həmişə pusun. Düz deyir, həmişə ilan kimi pusun. Mənim kimi. Amma ki pus mən KD kasıram. Yəni mən full rush atıram. Ay nə qarsan? Qəşəng vuruş elə, sən vuruş edit desinlər. 90-60-90'ın vücudum var. Qəşəng. Drop'un gəlmədi, bu nə deyir? Aha, drop. Dostlar, bilirsiniz drop'u nə qədər sevirik. Nə çıxdı? Amiri. Qəşəng. Opa, Birinci. Dostlar, silahı yüksəltmək istəyirəm. Bilmirəm hansı silahı yüksəldim. 5 dənə yüksəldə bilir silahım var. İndi MG var, yüksəldə bilir. M7 var. Bir dənə də o Reaper var. MK47-dir nədir? O var. Tamsını 3 səviyyə eləmişəm, biz onu da. Ya, hə. Dostlar, məncə mənə görə mən olsaydım Xbox'un yerinə. Bir dəqiqə deyəm. İndi midillə yüksəltsəm 4 səviyyə olacaq, amma 2 dənə material lazımdır. Öldürüm duyurusuna gələcək. İndi danış. Məncə MG'yi yüksəltməlidir. Çünki amma modu təmizləyəndə də tapa bildik MG'ni. Amma ki, məncə siz yazarsınız yəni dostlar, amma mənim fikrimcə M7 çünki öldürüm duyurusuna az qalıbdı. Həm də mən M7 oyunçusuyam. Evet. Mən əslində Dostlar, bəzi rus oyunçular tanıya bilər, amma yox, tanımazlar. Hesab dəyişdirmişəm. Əvvəl Rusiya sıralamasındaydım. Bu Sasuke'nin seryozu var ya, sevgilisi. Onu yumruqlamışdım. Qəşəng. Ay, adam kim vur? Dostlar, mikrofonu bağlayacağım. Tərsən açsın mikrofonumu. Neyse. Onda 2 nəfər qalıbdı. Dragon çıxsaq 2 olur. Görək nə qara bilir, win ala bilir. Bəlkə karbonla. Dostlar, mən özümə güvənmirəm dostlar. Win ala bilmirəm. Fayda olacaq. Bunu deyəndən sonra win alırsan da. 1 milyon artı aura. Dostlar, eğlenceli. Söz deyirəm. Win alarsan, editlərik yaxşı. O sənin sözünü qoyarıq, sonra win aldığın yeri qoyarıq.
Bir də şu dostlar bizim Vinalanda bir tane mahnımız var. Həmişə onu oxuyuruq Vinalanda. Bacı senta, bacı. Yunus Ak, o sıradaki izleyiciler Yunus Akgün. Ay, Dostlar ben falan Türk səsi gəldi bu şey. Nə deyirsən? Qoy eşitsinlər. Ben dostlar burada bir nəfər var idi, ses vermişdi. Şimdi hardadır bilmirəm. Dostlar ben qısmağa yeri tapdım. Ay gördüm sağ üstte adam var. Sağ üstte adam var. Dağın üstündə. Baba. Qara adam. Ay sağ düz baxsan. Gördün. Oy sənin əvvəlki kombinindədir də. Deyəm. Dostlar baş para bilmir bu aslında. Deyəsən onda da AVM var. Zontik öldü. Ay bunlar salıda yatıbdı dostu. Dostu yatıbdı haydi. Dostlar iki nəfər Çilekli lollipop, limonlu lollipop, karpuzlu lollipop yersin aşkım ama sen